Bismillah, dəyərli dostlar, inşallah bu günlər mən sizdən azotlu üzvü birləşmələrdən danışacağam. Bu birləşmə Gələk dostlar, amin turşuları məsələsinə. Əziz və hörmətli dostlar, amin turşularında sanki alkanların bir dənə hidrogenini çıxartmısınız əvəzinə amin qrupu, bir dənə də hidrogenini çıxartmısınız əvəzinə karboksil qrupu salmısınız. Belə də baxa bilərsiniz məsələyə və yaxud da karbon turşularının bir dənə hidrogenini çıxardıb əvəzinə amin qrupu salmısınız. Məsələyə belə də baxa bilərsiniz. Birinci halda deməli, sanki bir alkan radikaldır. Bir hidrogen çıxıb amin, bir hidrogen çıxıb karboksil qrupu birləşib və burada en böyük bərabərlik birdən olar. Yox, əgər siz karbon turşusunun törəməsi kimi baxacaqsınızsa, yəni normalda karbon turşuları belə idi. CnH2NO2 idi. Həmin o karbon turşusundan bir hidrogen çıxardıb amin qrupu salmışsınızsa, o zaman formul bu şəkildədir və n böyükdür bərabərdir 2-dən. Niyə 2-dən böyük bərabər olur? Çünki həm radikal hissədə bir karbon olmalıdır, həm də karboksil qrupu, yəni COOH qrupunda karbon var. Ona görə də minimum 2 dənə karbon olmalıdır deyəcəyik. Yəni, ikinci formulda təbii ki. Dostlar, deməli, ümumiyyətlə amin turşuları zülalların hidrolizindən alına bilər. Buradan zülallar hidroliz edəndə 20 növ alfa amin turşusu alınır. Və alfa amin turşularının ümumi formulları bu şəkildədir. İndi birazdan mən alfa amin turşusu nə deməkdir, onları biraz da aydınlıq gətirəcəm sizin üçün inşallah. Adlandırılması. Dostlar, beynəlxalq üsulla adlandıranda nə edəcəyik? Biz deməli, gəlin böyle aşağıdakını adlandırın, ondan sonra da diqqət edək. Baxın, karboksil qrupu yaxın olan yox, ümumiyyətlə karboksil qrupundakı karbondan başladıq nömrələməyə. Fikir verin nömrələməyə. 1, 2, 3, 4, bu şəkildə nömrələnib. Bu mənim üçün əsas zəncir. Sonra nə edəcəm? Birinci növbədə aminin yerini deyəcəm. Aminin ünvanı və aminin adını deyəcəm. Baxın, 3-cü karbona birləşib. 3 amin dedim. Sonra radikala baxacağım. Radikalında 2-ci karbona birləşib. 2 metil. Ondan sonra da uzun zəncirim 4 karbonludur. 4 karbonlu turşu da butan turşusudur. Ona görə də 3 amin, 2 metil butan turşusu dedim, keçdim. Bir də uşaqlar belə bir şey var. Bunların deməli səmərəli adlandırma metodları var idi. Səmərəli adlandırmada nə deyəcəm? Dəyərli dostlar, baxın, nə demək istəyirəm? Deməli, təsəvvür edin, bizə belə bir maddə verilir. Əgər mən beynəlxalq üsulla adlandırsaydım, karboksildən başlayardım nömrələməyə, bu şəkildə gedərdim. Amma səmərəli üsulla adlandıranda karboksilə yaxın olan karbona mən alfa karbon deyəcəm. Və buna uyğun olaraq alfa, beta, gamma belə gedirəm. Və birinci növbədə yenə də onun adını deyəcəm. Yəni nə deyəcəm buna? Deyəcəm buna beta amin, amin. Amma uşaqlar, burada nə deyəcəm? 4 karbonlu turşu, bunun tarixi adı yağ turşusudur. Yəni mən butan turşusu demirəm ha. Beta amin yağ turşusu deyəcəm buna. Bu şəkildə yağ deyirəm, yəni yağ turşusu olmalıdır. Deməli, aminləri, daha sonra amin turşularının tarixi adlandıranda nə edəcək, dəyərli dostlar? Bunlar tarixi adlandıranda sadəcə 3 dənə nümayəndəsinin adına çox diqqət edək. Bu nümayəndələr hansılardır? Glisindir, alfa-alanindir və beta-alanindir. Uşaqlar, bunları niyə deyirəm? Məsələn, inşallah görəcəksiniz. Deyir ki, məsələn, glisinlə alanin verilibdir bizə. Məsələn üçün deyirəm, alınan dipeptiddə neçə karbon atomu var? Yəni, şagird bilməlidir ki, glisində neçə karbon atomu var, alanində neçə karbon atomu var, quruluşunu bilməlidir. Dostlar, bunlarda izomerlik var. İzomerlik yenə də karbon zəncirinin quruluşuna görə olan bir quruluş izomerliyi deyə bir şey var burada. Yəni, nə demək istəyirəm? Baxın, bu maddəyə diqqət edək. Deməli, məsələn üçün, CH3, deyək ki, CH2, 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 məsələn, NH2, COOH. Bir bu maddəmiz var. İndi bir də düşünün, bu var. CH3, CH3, deyək ki, CH2, CH, NH2, COOH. Dəyərli dostlar, fikir verin, hər ikisində deməli 4 dənə karbon var, bu yan hissədə var. Burada da həmçinin 4 dənə karbon var. Və qalan hissələr də eynidir. Bunlar biri düz, biri şaxəli olduğunu bir-birini
quruluş izomerləridir. Və yaxud da bu qrupların bir-birinə nəzərən yerinə görə, yəni amino karboksil qrupların bir-birinə nəzərən yerinə görə də vəziyyət izomerli ola bilər. Yəni nə demək istəyirəm? Məsələn, baxın elə yuxarıda gördüyümüz misal. Alfa alanına baxın, fikir verin. İkinci karbona birləşibdir amin qrupu. Amma beta alanında isə üçüncü karbona birləşibdir amin qrupu. Yəni bir-birinin vəziyyət izomerləridir. Həmçinin bunlarda dostlar asimetrik karbon varsa, deməli bunlarda optik izomerlik də var deməkdir. Məsələn, uşaqlar bir dənə fikir verin. Bu karbon buna bir tərəfdən deyək ki, hidrogen birləşsin. Buna bir tərəfdən amin qrupu birləşsin və buna bir tərəfdən deyək ki, karboksil qrupu birləşsin. Bir tərəfdən də məsələn üçün deyək, metil radikalı birləşsin. Bu bir amin turşusudur və gördüyünüz kimi dörd tərəfin dördündən də karbona fərqli qruplar birləşib deyə nə oldu dostlar? Bu olacaq optiki aktiv maddə, yəni optik izomeri var deyəcəyik buna. Yandıraq. Amin turşularının alınması məsələsi. Deməli, amin turşuları almaq üçün ən önəmli metodlardan biri zülalların hidrolizidir. Zülallar hidroliz olunacaqsa alfa amin turşuları alınacaq. Amma uşaqlar burada diqqət edək. Zülalların hidrolizindən yalnız və yalnız alfa amin turşusu alınır. Digər amin turşu növləri alınmır. Sonra dahası növbəti metodsa karbon turşularının halogeni törəmələrinə amoniakın təsir eləməklə yenə də amin turşusu ala bilərik. Baxın, zülal dediyimiz maddə, bu gördüyünüz maddədir. Bunun üstünə su əlavə etdikdə, yəni hidroliz etdikdə bunu su ilə alfa amin turşusu alacağıq. Uşaqlar, mən bunun əksinə olan versiyasını inşallah ki, az sonra zülallarda deyəcəm sizə. Sadəcə diqqət etmək lazımdır ki, zülalın polimerləşmə dərəcəsi N-dir və bunun üstünə N-1 molekul su əlavə olunur. Və N molekul nə əmələ gəlir dostlar? Amin turşusu əmələ gəlir. İkinci reaksiyamız. İkinci reaksiyamızda dostlar bunu belə başa düşə bilərik. Dostlar, təqribən bunu belə yaza bilərik. NH2 və NH4. Buna belə baxa bilərik. NH3-ün 2 molekuluna. Nə baş verir? Gördüyünüz buradan xlor NH4-lə birləşir. Nəticədə NH4 xlor alınır. Yerdə nə qaldı? Yerdə qalır bu qrup və NH2 qalır. Onlar da birləşincə AHA da bunu əmələ gətirir. Keçək növbəti məsələmizə dəyərli dostlar, fiziki xassələrinə. Dəyərlərim, amin turşuları ümumiyyətlə suda yaxşı həll olan rəngsiz kristal maddələrdir. Bu əksər amin turşularından söhbət gedir. Suda məhlulları elektrik cərəyanını keçirirlər. Çünki burada belə deyim də, əsas xassəli hissə var, turşu xassəli hissə var. Yəni bunun iyon ayrılma ehtimalı var. Dahası, amin turşularının bir çoxu şirin dada malik maddələrdir. Gələk bunların kimyəvi xassələrinə. Dostlar, amin turşularının içərisində həm amin qrupu var, yəni bu əsas xassələrini təmin edir, həm də karboksil qrupu var ki, bu da turşu xassəlini təmin edir. Onda belə çıxır ki, amin turşuları həm əsas, həm turşu xassəsi olduğuna görə bunlar amfoter xassə göstərə bilərlər. Yəni, amin turşular üzvü amfoter maddələrdirlər. Amin turşularının içərisində amin qrupu və karboksil qrupu da var və dostlar, bu qruplar öz aralarında hidrogen rabitəsi əmələ gətirirlər, təqribən belə deyək. Və nə baş verir? Hidrogen rabitəsi də müəyyən qədər demək olar mı, ona bilmirəm. Nə baş verir dostlar? Amin qrupunda baxın bu hissələr arasında bir rabitə yaranır və daxili duz və yaxud da bipolyar iyon da deyirlər buna. Belə bir şey əmələ gəlir. Dahası, bunların kimyəvi xassələrini davam edək. Deməli, bunlar əsası xassəli maddələrdir. Həm də dedik turşu xassəli maddələrdir. Yəni, əsası xassəli maddələr olduğuna görə bunlar deməli, amoniakın reaksiyalarını bunlar da girə bilirlər. Həmçinin karboksil qrupuna görə turşuların girdiyi reaksiyalara bunlar yenə də daxil ola bilərlər. Müəllim, bunlar nə deməkdir? Gəlin bunları bir-bir inşallah ki, nəzərdən yetirək. Keçirək daha doğrusu, nəzərdən yetirək. Bir-bir nəzərdən keçirək bunları. Dostlar, birincisi, deməli, bunların hansı reaksiyalarına baxaq. Deyir ki, qüvvətli mineral turşularla deməli, duzlar əmələ gətirir. Tamam, gəlin belə bir şeydir. Biraz belə yazılışı qəribə olacaq, amma hər halda belə bir şey eləyə bilərik. Dostlar, deməli, bir dənə amin turşusu yazaq, məsələn, NH2 deyək ki, əslində belə deyək də, CH2, COH yazılır. Mən bunu əksini, tərsini yazıram. CH2, COOH.
Bunun üstünə gəlirəm H-xlor. Dəyərli dostlar, bunun üstünə H-xlor gələndə, baxın biz bayaqları təqribən buna oxşar bir reaksiyalar falanlar görmüşdük. Nə edirdik dostlar? Yenə də bu H-ı bununla birləşdirə bilərik. Yəni, deyək ki, H, O, C, CH2, NH3 mötərizə alırıq və belə xlor yazırıq. Bu da həmçinin kompleks iyondur. Daha sonra kompleks duzdur. Belə bir şey. Dahası, deməli, və bunlar nə edirlər? Bunların digər turşular kimi, digər mineral turşular kimi bir çox reaksiyalar var. Məsələn üçün uşaqlar, belə bir şey deyim, qoy bunu burada yazsın ki, məsələn üçün, deyək, NH2, CH2, COOH. Dostlar, bunun üstünə gələ bilərik metal, məsələn, natrium. Natrium bu hidrojeni əvəz eləyər. Yəni, bildiyimiz mineral turşularda olduğu kimi NH2, CH2, COO, natrium və hidrogen çıxa bilər. Və yaxud da deyək ki, əsaslarına reaksiya daxil ola bilər. Yəni, nə baş verər? Məsələn üçün, baxın, fikir verin, turşu ilə reaksiya girdi. Duz əməliyyat edir. Həmçinin əsasla reaksiya daxil olur. Natrium OH-la məsələn. Burada nə baş verir? Hidrogenlə natrium yenə yerini dəyişək. Deməli, yenə də NH2, CH2, COOH və H2O əmələ gəldi. Demək istədim, yəni hər iki reaksiya daxil olur. Bu arada bir şey deyim sizə, dəyərli dostlar. Deməli, əgər görsəniz, amin turşularının içərisində, yəni mən sizə göstərdiyim sadəcə, deməli, monoamin, monokarbon turşuları idi. Yəni, bir əsaslı karbon turşuları idi və monoamin qrupu var idi. Bundan əlavə ola bilər ki, amin turşusunun içərisində amin qrupunun sayı çox olsun və yaxud da karboksilin sayı çox olsun. Yəni, bu hallar da mümkündür, ya uşaqlar. O ayrıca maddə deyil, onlar da amin turşulardır. Hətta amin turşuların içərisində kükürt ola bilər olsun, amin turşuların içərisində benzol nüvəsi ola bilər, bir çox şeylər amin turşusunun içərisində ola bilər. Bir də amin turşularının önəmli xüsusiyyətlərindən biri də bunların peptid rabitə əmələ gətirməsi. Bu arada bir şey deyim, dostlar, ümumiyyətlə bu donor-akseptor rabitəsi yarananda azotun oksigen mərkəzi -3, valentli 4 olur. Yəni, bu gördüyünüz bu hissədə. Belə. Gəlin, peptid rabitəsi nə deməkdir? Dostlar, hər amin turşusuna bir peptid kimi baxın. Niyə bunu dedim sizə? Hər amin turşusu bir peptiddir. Niyə bunu deyirəm sizə? Baxın. Bir amin turşusu çəkirəm. Təsəvvür edin, 2 dənə amin turşusu öz aralarında reaksiya girə bilir. Yəni, nə baş verir? Bir dənə amin turşusu yazıram uşaqlar. N, H, H. Baxın, NH2 idi, mən bunu belə yazıram. CH2, COOH-dır, belə yazıram. Oksigen yuxarıda, OH-da belə. Növbəti amin turşusu yenə eyni şey yazıram uşaqlar. H, C, daha doğrusu N, H, CH2, COOH. Uşaqlar, 2 dənə amin turşusu reaksiya daxil ola bilər öz aralarında. Amin turşusunun birindən OH, birindən də H çıxır. Və onlar bir-birinə birləşincə nə əmələ gətirər dostlar? Su əmələ gətirər. Hə, bəs yerdə nə qalar? Yerdə qalar belə bir şey. HNH, CH2, CO, birindən qalan qalıq, baxın, budur. İkinci qalığımız da bu hissədə olan qalıqdır. O da necə olacaq? NH, CH2, COOH. Əzizlərim, baxın, bu gördüyünüz rabitə peptid rabitəsidir. Oldu mu? Peptid rabitəsiymiş. Və yaxud da peptid amid rabitəsi falan da deyərlər. Deməli, mən bayaqlar nə dedim? Dedim, hər amin turşusuna bir amid kimi baxsaq, burada 2 dənə amin turşusunun qalığı var. Buna deyərlər dipeptid. Və gördüyünüz kimi dipeptiddən bir molekul su çıxdı və bir dənə peptid rabitəsi yarandı. Peptid rabitəsi yarananda bir amin turşusunun amin qrupu, yəni baxın bu qrup, digər amin qrupunda karboksil qrupu iştirak edirdi. Dostlar, yadınızda qalsın, neçə dənə amin turşusu iştirak edirsə, ondan bir vahid az su molekulu əmələ gələcək və ondan bir vahid az peptid rabitəsi əmələ gələcək. Məsələn, belə deyək, 4 dənə amin turşusu birləşsə, tetrapeptid əmələ gələcək və burada 3 dənə peptid rabitəsi olur, 3 dənə də su olur. N dənə amin turşusu birləşsə, buradan polipeptid əmələ gələcək, N-1 qədər su və N-1 dənə də
peptid rabitəsi əmələ gəlir. Bunu yadda saxlayaq. Dostlar, amin turşusu niyə istifadə olunacaq? Amin turşusu bir müalicə vasitəsi kimi istifadə oluna bilər və yaxud da heyvanlara bir yem əlavəsi kimi istifadə oluna bilər. Bu arada tək heyvanlara deməyim, insanlar da bunu bir qida əlavəsi kimi də istifadə edirlər. Məsələn, idmançılar bəzi amin turşularından istifadə edirlər. Əzəllərin falanlarını inkişaf etdirmək üçün. Dahası, deməli, bəzi amin turşuları var ki, onlar da məsələn kapron, nə bilim, enantrifinin alınmasında istifadə olunacaq. Keçək zülallara. Dəyərli dostlar, zülallar tərkibində peptid rabitələrlə birləşmiş alfa-amin turşu qalıqları. Baxın, alfa-amin turşusu deyirəm ha. Alfa-amin turşulu qalıqları olan təbii iri molekulu birləşməlidir. Yəni polimerlərdir bunlar, təbii polimerlərdir. Amma bunun içərisində yalnız alfa-amin turşusu görəcəksiniz uşaqlar. Yəni məsələn siz glisini görə bilərsiniz, alfa-alanini görə bilərsiniz, amma beta alanını görə bilməzsə uşaqlar, o alfa-amin turşusu deyil ona görə. Dostlar, belə bir şey baş verir. Ümumiyyətlə, alfa-amin turşularının miqdarı həddən ziyadə çoxdur. Amma onların içərisində 20 növ alfa-amin turşusu var ki, onlar öz aralarında birləşərək zülalları əmələ gətirir. Və zülalların miqdarı, zülal molekullarının növləri həddən ziyadə çoxdur. Adamlar deyirlər ki, bu 20 növ amin turşusu necə olur ki, bu qədər sonsuz sayda zülal molekulları, bu qədər çoxlu sayda zülal molekulu verə bilir? Bunu belə izah edirlər. Necə ki, bizim əlifbamızda cəmisi 32 hərfimiz var ki, bu 32 hərfdən görün nə qədər çeşid-çeşid sözlər alınır. Fərqli cür düzəndə fərqli cür sözlər alınır. Bu amin turşuları da belədir. Onları fərqli cür düzəndə fərqli növ zülallar əmələ gəlir. Amma yadınızda saxlayın ki, yenə də bunu xüsusən belə vurğulayıram ki, çünki testlərdə qabağımıza çıxır. Zülalların içərisində yalnız alfa-amin turşusu var. Başqa amin turşusu olmur. Özdə alfa-amin turşularında hamısı yox. Cəmi 20 növü. Sonra dahası. Bu arada, məsələn, insan orqanizmində təqribən 150-yə yaxın fərqli alfa-amin turşusu növü var. Amma onların hamısı zülal əmələ gəlmədə istifadə olunmur. 20-si zülal əmələ gəlmək üçündür. Qalan 130-u isə sərbəst halda mövcuddur. Və onlar da bizim bədənimizdə bir işlər görürlər bu arada. Dostlar, zülalların biz 4 dənə quruluş səviyyəsini öyrənəcəyik. Birincisi, zülalların ilkin quruluşu. İlkin quruluşda biz sadəcə peptid rabitəsi görəcəyik. Bayaqlarda deyək, birinin karboksil qrupu, birinin amin qrupu. Belə təsəvvür edək. Peptid rabitəsi belədir. Peptid rabitəsini belə amin turşularının bir-birinə muncuq kimi belə qəşəng-qəşəng düzmüşük. Uzun bir sapa bənzəyən bir molekul var burada. Bu peptid rabitəsi və yaxud da zülalların birinci quruluşudur. Zülalların ikinci quruluşu nədir bəs? İkinci quruluşda peptid rabitəsində dostlar, amin qrupunda olan hidrogen və karboksil qrupunda olan oksigen açıqda qalır. Və onlar da öz aralarında hidrogen rabitəsi əmələ gətirə bilərlər. Və təqribən biz spiral kimi burulmuş bir, mən uşaqlar spiralı çox iyrənc çəkirəm, amma hər halda da indi çəkməyə çalışacağım. Kusura baxmasınız da. Bu belə uşaq təsəvvür edin, bu belə spiraldır da bu. Belə təsəvvür edin uşaqlar, belə spiraldır. Spiral kimi burulmuş bir molekul düşünün. Deməli, zülalların ikinci quruluşu, birinci quruluşda olan peptid rabitəli bir sapın vurularaq hidrogen rabitəsi vasitəsilə spirala çevrilməsindən yaranır. Bu ikinci quruluş. Dahası var zülalların üçüncü quruluşu. Üçüncü quruluş nədir? Üçüncü quruluş, təbii ki, bu bütün amin turşusu zülallarda olmur, amma hər halda. Bəzi zülallarda, bayaqlar dedim, kükürd atomları var idi. Həmin o kükürd atomu olan zülallar, kükürd ümumiyyətlə suyu sevmir adeta. Və zülalların içərisində də suyu sevmir, sudan qorxur. Və suyun təsirindən kükürd atomları deyir, bu su molekulları bizi çox sıxır. Gəlin, biz birləşək, bir yerdə bir qardaşlıq əmələ gətirək. Götürür, baxın, məsələm üçün deyək də, bax, belə bir şey var idi, təsəvvür edin, belə bir spiral idi. Belə bir spiral idi. Onun ayrı-ayrı nahiyələrində kükürd var idi. Ayrı-ayrı nahiyələrində kükürd var idi. Suyun təsirindən o kükürdlər birləşərək bir ittifaq əmələ gətirirlər öz aralarında. Və nəticə etibarı ilə molekulu yığırlar, yumağa çevrilirlər. Bu da suyun təsirindən baş verir. Kükürd atomları öz aralarında SS körpüsü əmələ gətirirlər. Duz körpüsü deyirlər, disulfid körpüsü deyirlər və s. Və belə birləşdilər, yumağa döndülər. Dostlar,
Var zülalların nəhayət ki, dördüncü quruluşu. Dördüncü quruluş nədir? Elə ki, bir neçə dənə üçüncü quruluş gəlirlər, qardaş, bir-biri ilə ittifaq əmələ gətirirlər. Burada qeyri-zülali bir hissə olur. Məsələn, deyək ki, məsələn üçün deyirəm, bax, dəmir var burada. Dəmir öz ətrafına şeyləri, bir neçə üçüncü quruluşu toplayır. Məsələn, hemoqlobində təqribən buna oxşar bir quruluş var. Belə bir şeydir. Və bunların kompleksi də, məsələn üçün deyirəm, belə bir deməli, dördüncü quruluşun əmələ gəlməsinə səbəb olur. Daha sonra uşaqlar, deməli, belə bir şey var. Zülalların fiziki özəlliklərinə baxanda, bəzi zülallar var ki, onlar kolloid məhlullar əmələ gətirirlər. Yəni, nə tam məhluldur, nə asılqandır. Onların ikisində arasında olan bir şeydir. Amma bəzi zülallar var ki, onlar suda tam həll olmayacaqlar. Bəziləri var suda qismən də olsa həll olacaqlar. Məsələn, dostlar, bizim qanımızın laxtalanmasında rol oynayan zülallar var. Onlar suda həll olmayaraq bir bariyer əmələ gətirir. Nəticədə qanımız laxtalanır. Allah qorusun, bir yara falan, zədə falan əmələ gələndə. Sonra bəzi zülallar onlar kristal formada mövcuddurlar. Ümumiyyətlə, zülallar elektrik cərəyanı keçirən maddələrdir. Yəni, elektrolitlərdirlər. Belə bir şey var dostlar. Zülallar bəzən müxtəlif təsirlərə məruz qala bilərlər. Yəni, məsələn, fermentlərin təsirinə məruz qala bilərlər və yaxud da deyək ki, ayrı-ayrı təsirlərə məruz qala bilərlər və bunların quruluşları pozula bilər. Baxın, əgər zülalların ikinci və üçüncü quruluşu dağılarsa, buna deyirlər denaturasiya. Və onlar öz quruluşlarını bərpa edərlərsə, buna deyirlər renaturasiya. Uşaqlar, zülalların təyinində bir rəngli reaksiyalar deyə bir şeylər var. Nədir bu rəngli reaksiyalar? Dostlar, deməli, yadınızda qalsın, bütün zülallarda peptid rabitəsi var. Ona görə də bu peptid rabitəsini təyin eləmək üçün bütün zülalların üstünə əgər biz natrium OH və kuprum sulfat bu qarışımı əlavə eləyəcəksə, qırmızı bənövşəyi rəng əmələ gələcək. Buna biz nə deyəcəyik? Biuret reaksiyası deyəcəyik. Dahası, bəzi zülallar var ki, onların içərisində kükürd var idi. O kükürdü təyin eləmək istəyirsə, biz quruluşun kasetat və qələvi qarışımından istifadə edəcəyik. Və bu zaman quruluşun deməli, qara rəngli plumb S çöküntüsü, yəni quruluşun ki, sulfid çöküntüsü əmələ gələcək. Və yaxud da bəzi zülallar var ki, onların tərkibində benzol həlqəsi var. Və məsələn, bizim dərimizdə olan zülallarda benzol həlqəsi var. Və o benzol həlqəsi nitrat turşunun təsirindən orada bir sarı rəng əmələ gətirəcək. Deməli, benzol həlqəsini təyin eləmək istəyirsə, uşaqlar qatı nitrat turşusundan təyin edəcək. İstifadə edəcək daha doğrusu. Uşaqlar, bütün zülallar həmçinin yanında lələk qoxusu verirlər. Yəni, belə deyək, evdə toyuqzad ütürlər, yəni toyuqların belə bələcə xırda tükləri olur, onu qazın üstündə yandırırlar. Onun özünə məxsus bir qoxu əmələ gəlir. Baxın, o qoxu lələk qoxusudur və zülalların yanmasından əmələ gələn bir qoxudur. Uşaqlar, mən bayaqlar bir şey deməmişəm, onu amin turşularında bir şey deməmişəm, onu yadıma düşdü, qoy sizə deyim. Deməli, belə bir şey var. Əgər uşaqlar, biz bayaqlar dedik ki, deməli, amin turşuları amfoter xassəlidir. Amin turşularının əgər görsəniz, karboksil sayı amin qrupunun sayına bərabərdir, bu amin turşular lakmusa təsir eləməyəcək. Yəni, baxın, bu maddə, məsələn ki, NH2, CH2, COOH. Görürsünüz, bir dənə amin, bir dənə karboksil var. Lakmusa təsir eləməyəcək. Yox. Əgər amin qrupu çox olarsa, məsələn, deyək ki, CH, NH2, NH2, COOH. Burada amin qrupu çoxdur. Yəni, bunun əsasi xassəsi çoxdur. Bu lakmusu göyərdəcək. Yox, bunun əksi olarsa, yəni deyək ki, CH, NH2, COOH, COOH, yəni karboksilin miqdarı çoxdursa, bu lakmusu qızardacaq, yəni turşu xassəsi göstərəcək.